19-cu əsrin ikinci yarısında Bakı-Vladikavkaz dəmir yol xəttinin çəkilişi Xaçmazın taleyini dəyişdirən mühüm hadisələrdən biri olub. Bu xətt yalnız iqtisadi inkişafı deyil, həm də bölgənin strateji əhəmiyyətini artırıb. Rəvayətlərə görə Quba quberniyasından Çar II. Nikolaya məktub yazaraq dəmir yolunun buradan keçməsini xahiş ediblər. Nəticədə əlverişli relyef və iqtisadi zərurət səbəbilə Xaçmaz üzərindən keçən xətt salınıb. 1897-ci ildə başlanıb, 1902-ci ildə istifadəyə verilən bu yol boyunca Xaçmaz, Xudat, Yalama kimi məntəqələrdə xüsusi memarlıq üslublu stansiyalar inşa edilib. Xaçmaz dəmir yol stansiyası isə 1905-ci ildə rəsmi olaraq açılıb. Memara məlum olmayan bu abidənin inşasında Alman baptistlər, yerli ustalar və hətta xarici mühəndislər iştirak edib. Vağzalın milyonçu Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə tikildiyi də söyləndir. Bugün də öz tarixi görkəmini qoruyan Xaçmaz stansiyası memarlıq üslubu ilə kino rejissorların da diqqətindən kənarda qalmayıb. Burada Azərbaycan kino tarixində önəmli yer tutan Arxadan vurulan zərbə filmi lentə alınıb.